Siqaret, bayaq tamaşaçı da qeyd elədiyi kimi, yəni pis vərdişlər ümumiyyətlə şeytani xarakter daşıdığı üçün siqaretdir, içkidir, narkotikadır və digər vasitələrin pulunu şeytan yetirir. Sən onu tərk edəndən sonra o pul gəlməyəcək. Düşünmə ki, hər ay bundan sonra sənin cibin bir ikincində 100 manat artıq qalacaq. Xeyr, bununla özümüzü aldatmayaq. Bunu qəbul eləyək ki, pis vərdişlərdən biri kimi siqaret şeytanı əməl olduğu üçün, yəni şeytanın insana təlqin elədiyi bir vasitə olduğu üçün, o siqaretin alınması üçün də heç nədən o pul yetirilir. O da elə şeytanın yetirdiyidir. Sabah onu tərk edəndə onsuz da olmayacaq. Çox sağ olun Asım müəllim. Yenə tamaşaçı zəngimiz var, qəbul edək. Allah axşamınız xeyir. Sağ olun. Buyurun, zəhmət olmasa özünüzü təqdim edin. Elşən bəy, eşidirik sizi. Mənim 18 yaşım var. Siqaret çəkməyə başlamışdım. 2 ay tərk etmişdim siqareti. Yenə başladım siqaret çəkməyə. Bu barədə hər sualım var, o barədə məlumat versin zəhmət. Yəni 18 yaşından başlamısan çəkməyə, 18 yaşına qədər çəkirdin? 18 yaşım var hal-hazırda, 17 yaşından başladım, 2 ay tərk etdim. Bir ildir siqaret çəkirdin, 2 ay siqaretdən uzaqlaşmısan və yenidən çəkirsən siqareti? Bəli. Aydındır, aydındır. Buyurun. Mən konkret cavablandıracağım sənin fikrini. Mən bəlkə də bugün təbabətdə, həm bizim respublikada, həm dünya təbabətində siqaret əleyhinə çox dərmanlar reklam olunur ki, yəni bu siqareti atmaq üçün bir vasitədir. Onlar hamısı reklam xətrinə olan reklamdır. Siqareti atmaq üçün möhkəm iradə və bir dəfəlik ondan imtina etmək lazımdır. Bunun üçün də möhkəm sinir sistemi, möhkəm iradə lazımdır. Mən çox dərmanların adını çəkə bilərəm. Bunlar yalan olar. Çünki müəyyən müddət qəbul edərsən, deyərsən ki, həkim dedi belə. Onlar hamısı gəldi, gedər, boşdur. Ona görə ən yaxşısı bundan müəyyən müddət imtina edib, sonra çəkməmək. Yəni, mənası nədir? Bunu tibbi nöqteyi nəzərindən mən izah edim, siz üçün aydın olsun. Müəyyən müddət dözüb siqareti atırsansa, qanda nikotinin konsentrasiyası azalır. Nikotinin konsentrasiyası, yəni miqdarı azaldığı üçün toxuma da onu o qədər maraqlı deyil qəbul eləsin. Çünki ziyanlı vasitədir. Və mərkəzi sinir sisteminə informasiya gedir ki, yəni burada konsentrasiya azalır. Konsentrasiya azaltmaq vərdişi azaltmaqdır. Bunu ancaq yeganə möhkəm iradə hesabına, yəni çəkməmək bir dəfəlik. Başqa cür bugün elmi təbabətdə elə bir dərman yoxdur ki, mən sizə deyim ki, bunu qəbul eləsiniz, siz siqaretdən imtina edəcəksiniz. Mümkün deyil. Ancaq güclü iradə dözüm. Çox sağ olun, çox sağ olun həkim. Mən istəyirdim, Hafız müəllim, bax, bugün yazıcı publisiniz kimi ictimai yerlərdə daha çox iştirak edirsiniz və xüsusilə də təhsil müəssisələrində gənclərlə görüş. Bax, bugün gənclərimizin istəyirdim zərərli vərdişlərdən və arzu olunmaz bu kənar təsirlərdən qorunması məqsədi ilə elə təhsil ocaqlarımızda aparılan təbliğat işlərindən bir yazıcı kimi qane edilmişsiniz? Təəssüf ki, qane etmir. Çünki hal-hazırda gənclərin böyük əksəriyyətini mən siqaret çəkən görürüm. Çox təəssüf olsun ki, siqaretin əleyhinə bu qədər əks təbliğat aparıldığı halda siqaret çəkənlərin də sayı artır. Və bunun bir neçə səbəbi var, bir neçə aspektdən yanaşmaq lazımdır məsələ. Və çox vaxt gənclərin kumiri olan müğənnilər, artistlər və yaxud da ki, bir siyasi xadimlər əllərində siqaret şəkillər çəkirlər, əllərində siqaret müsahibə verirlər və yaxud da ki, jurnallarda, fotosesiyalarda siqaretlə iştirak edirlər və bu da onların kumirlərinə təsir eləyir və düşünürlər ki, məsəl üçün, əgər Polad Ələmdar siqaret çəkirsə, deməli bu yaxşı şeydir, bu müsbət qəhrəmandır, Qurtlar Vadisi bilirsiniz, məşhur dizidir. Deməli bu çəkir. Amma Türkiyədə belə bir qanun çıxıb, televiziya yayımı ilə bağlı, ümumiyyətlə siqaret çəkimin göstərmirlər. Bəli, görüntü həmin görüntünün üstün qapıyırlar ki, bəli. Çünki bu yeniyetmələrə, yəni hələ o psixoloji cəhətdən tam yetkin olmayan gənclərə pis təsir eləyə bilər. Yəni onlara cazibədar təsir eləyə bilər. Bu mühüm faktorlardan biridir. Digər faktorlardan belə mən götürərdim, ümumtəhsil məktəblərinin yaxınlığında siqaret satışına qadağan qoyulmalıdır. Və hətta Sovet dövründə belə bir şey var idi ki, 18 yaşına qədər yeniyetmələrə, gənclərə siqaret satılmırdı. Amma indi körpəyə də siqaret satılır. Pulu ver, sən nə edirsən, sən üçün verirsin. Yəni bu düzgün deyil. Bunlar təsir edən amillərdən biridir. İnternet klubların əksəriyyətində tüstüdən az qala adamı görmür. Yəni bu internet klublarda buna qadağan qoyulmalıdır. Çayxanalarda yazılır, bizdə siqaret çəkilmir, amma çayçının özü siqaret çəkir. Yəni bu da mənfi təsir eləyəndir.
çayxanaya müəyyən bir səbəbdən dostu ilə, yoldaşı ilə söhbət eləmək üçün gələn adam o siqaretin artıq pasiv istifadəçisi olur və tədricən o da aludə olmağa başlayır siqaretə. Bütün bunlarla əlavə, yenə də mən qeyd eləmək istəyirəm ki, ən böyük təbliğatçı valideyndir, müəllimdir, həkimdir. Mən siqaret çəkə-çəkə siqaretin ziyanından danışan həkim görmüşəm. Özü siqaret çəkə-çəkə siqaretin əleyhinə danışır. Və yaxud da ki, müəllim əgər koridorda, dəhlizdə, yəni bu fasilə vaxtı siqaret çəkirsə, o şagirdlər üçün örnəkdir. O şagird istər-istəməz o müəllimə oxşamaq istəyəcək, o da siqaret çəkmək istəyəcək. Bütün bunlar hamısı şərtdir. Və sonra bir dənə cəmiyyətdə bir səhv, bir stereotip də var ki, və qeyd elədiyim kimi, güya ki, siqaret sakitləşdirir, siqaret stresi götürür və sonra belə lafı. Əsla belə deyil. Və bir çox yaradıcı insanlar da elə düşünür ki, siqaret çəkməsə güya heç bir şey yaza bilməz. Güya ki, siqaret ilham verir bunlara. Mən özüm, bilməm nə dərəcədə bu etiraf, bir veriliş var, etiraf verilişi, ona oxşamasın. Mən özüm gündə 4 qutu siqaret çəkən olmuşam. Elə siqareti çəkmişəm, günə 4 qutu. Yəni elə düşünürdüm ki, siqaret çəkməsəm mən yaza bilmərəm. Sanki elə bil ki, hər nə dayanar, əsəblər partlayar. Mən bir dəfə Kiçik Bazarda, şəhərin Kiçik Bazar nahiyəsində bir hüzurda olarkən siqaretə calayırdım. Bir nəfər mənə dedi ki, sən ki bu qədər siqaret çəksən, mən sənə onun yolunu deyim tərk etməyin, Tabex dərmanı var. Tabexdən istifadə elə. Mən o Tabexi gedib Bakıda tapdım. Yəni siqareti tərk etmək istədiyimə görə gedib Bakıda tapdım. 3-4 dəfə ondan istifadə elədim. Bayaq bu bizim 18 yaşında gənc də o sualı verdi ki, mən çəkməyə başlayıram, necə tərk edim. Heç Tabex də kömək eləmədi. Çünki çətinlik bir həftədir. Mən bu siqareti tərk etmiş adam kimi deyirəm. Bizim sözümüz üstə. Bir həftə əgər sən dözə bildin və bir həftədə əgər demək ki, bir dənə çəkim, o bir dənə ilə heç nə olmayacaq. Bir gilə çəkimə, bir gilə ilə heç nə olmayacaq. O bir giləni çəkdin, tənədən yenə başlayacaqsan. Qanda konsentrasiya. Yenidən başlayacaq. Burada yalnız möhkəm iradə. Mən iradə göstərərək, indi belə biraz təvaşüya çıxmasın. Mən siqareti tərk etmişəm, 4 qutu çəkən adam. Siqareti tərk etmişəm, haradasa 6-7 ildir. Və deyim sizə, mən o bəlkə də siqareti tərk edəndən sonra daha çox məhsuldar işləməyə başlamışam. 5-6 ildir siqareti tərk etmişəmsə, daha çox kitablarım, məqalələrim çıxıb və mən düşünürəm ki, heç deməz, mənim ən böyük ələkdarım elə siqaret imiş. Tamaşaçı zəngimiz var, üzr istəyirəm, bir neçə dəqiqədə gözləyir. Mən Asım sözünü kəsmək istəmədim. Buyurun, zəhmət olmasa eşidirik sizə, axşamınız xeyir. Axşamınız xeyir. Buyurun, zəhmət olmasa özünüzü təqdim edin. İqbaldır. Vüsal bəy. İqbal bəy. İqbal bəy eşidirik sizə, axşamınız xeyir. Hər vaxtınız xeyir. Hamınıza salamlayıram buradan. Təşəkkür. Mən özüm siqaret çəkməyən adamam. Bəli. Bəli, siqaret də çəkmirəm. Rava da bilmərəm kimlərsə siqaret çəksin. Əhsən. Ona görə ki, orada... Məhz aprel ayının sonlarında Bakıda tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında qanun layihəsinin ictimai müzakirəsi Milli Məclisdə müzakirə etməsi planlaşdırılır. Bu barədə də elə APA Milli Məclisinin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev özü şəxsən məlumat verib və deputatın çıxışında bildirib ki, ictimai müzakirələr millət vəkillərinin, dövlət strukturlarının və vətəndaş cəmiyyətini təmsil edən ekspertlərin birbaşa iştirakı ilə keçiriləcək. Həmçinin burada müzakirələrdə sözü gedən qanunun tətbiqi və onun icrası verəcəyi nəticələrə dair də geniş fikir mübadiləsi aparılacaq. Xüsusilə də tətbiq olunub ki, qanun layihəsi qapalı yerlərdə, təhsil və səhiyyə müəssisələrində, təhsil müəssisələrinin xüsusilə də burada adlar da göstərilib, bağçalar, orta və ali məktəblər və bir sıra ictimai yaşayış obyektlərində, vağzallarda, hava limanlarında, restoranlarda, iş yerlərində siqaret çəkməsi qadağan ediləcək. Biz də elə bu deputatlarımızla həmfikir olub bu müzakirəyə çıxarılan mövzunun təsdiqinə çalışmalıyıq. Mən son olaraq istəyərdim ki, bugün məhz həkimimiz və bugün ziyalımız bizim cavablandırsın ki, doğrudanmı bugün ictimai yerlərdə siqaret çəkməyə biz qadağa etməliyik? Bəli, etməliyik. Bayaq qeyd elədim. Hafız müəllimin bir fikrini çatdırım. Hafız müəllim şəxsi nümunədən söhbət elədi. Ailədə tərbiyə, vərdiş şəxsi nümunədən başlayır. Əgər valideyn siqaret çəkirsə, müəllim siqaret çəkirsə, həkim xəstəsinə siqareti tərgit deyib özü çəkirsə, əgərsə cavan, bugün yetişən nəsil yaşlıya baxıb onda siqaret görürsə, bu şəxsi nümunə yerinə yetirilməyəcək. İkinci, dünyada 3 böyük dövlət var. Dövlətin başında sağlamlıq durur. Əgər bir vərdişçi həm cəmiyyətin, həm insanın, həm Allahın verdiyi cismin ziyanınadırsa, o şeytan əməlidirsə, ondan imtina eləməli. Həm cəmiyyətdə, həm də ailədə. Ona görə də siqaretə yox deməyi bacarmalıyıq.
xüsusilə Aydın. cəmiyyətdə. Aydındır. Buyurun. Bilirsiniz, mən doktor tamamilə haqlısınız, amma mən düşünürəm ki, Milli Məclis siqaretin ictimai yerlərdə belə deyək ki, geniş istifadəsinə qadağan qoymaqla yanaşı bunun mexanizmi də cəmiyyətə təqdim olunsun. Təbii. Yəni təkcə qanun, çoxlu qanunlar var ki, qanun İşləmir, qəbul bəli. olunur, işləmir. Bəli. Yəni bu da həmin işləməyən qanunlar sırasına qatılmasın və onun üçün onun icra mexanizmi düşünülməlidir. Məsəl üçün, tutaq ki, siqareti tərk etmiş adamların bu hansı metodlardan istifadə edərək siqareti tərk ediblər, o aşılansın. Məsələn, siz fikir vermişsiniz, Türkiyədə hal-hazırda kitaba meyli, marağı artırmaqdan ötürü məşhur dizilərdə qəhrəmanlar qəsdən kitabları oxuyurlar və kitabın üzqabığını tamaşaçıya tərəf tuturlar ki, və o da bir təbliğatdır. Tamaşaçı düşünür ki, əgər baş qəhrəman o kitabı oxuyursa, deməli o kitabı oxumaq lazımdır. Eləcə də filmlərdə qəhrəmanlar siqaretləri tərk etməlidir. Siqareti məsəl üçün atmalıdırlar. Kampaniyalar keçirilməlidir. Yəni bu gənclərin kumiri olan müğənnilərmi, tanınmış şəxslərmi, bunlar nümunə göstərməlidir. Mən sizə bir pis nümunənin şeyini deyim. Məsələn, Azərbaycan ədəbiyyatında belə bir tendensiya var ki, sanki bayaq qeyd elədiyim kimi yazıcı, şair, hökman siqaret çəkməlidir. Və o tendensiya da haradan gəlir? Azərbaycan Sovet ədəbiyyatının binövrəsini qoyan şəxslərdən gəlir. Kimdən gəlir? Rəhmətli Səməd Vurğundan gəlir, Mehdi Hüseynindən gəlir, rəhmətli siz deyin, Cəfər Cabbarlıdan gəlir. Səməd Vurğun papiroz elə aludətçisi idi ki, o rak tapdı, tez də rəhmətə getdi. Rəhmətli Cəfər Cabbarlı elə pis siqaret, papiroz aludətçisi idi ki, o siqaret çəkərək zəhərlənib dünyasını dəyişdi. Yəni bunlar artıq pis... Müasir yazıçılarımız da var. Bəli, müştü ilə şəkillər çəkirlər, nə bilim, trupla ilə. Bunlar çox pis, cəmiyyətə çox pis aşılamalar aşılayır. Yəni gənclər kimə baxır? İnsan kiməsə baxır, götür ayağımıdır da. Mən sizə baxıram, siz mənə baxırsınız, biz bir-birimizdən nəsə götürürük. Bir insan insanın güzgüsüdür. Əgər insanın güzgüsü onun qarşısındakı atası siqaret çəkirsə, əmisi, dayısı siqaret çəkirsə, o bazoğlu və bir də biz narkotikaya qarşı mübarizədən danışırıq. Amma düşünmürük ki, narkotikaya aparan yol hələ siqaretdən başlayır. Bugün siqaret çəkən yüngün narkotikadır. Sabah digər narkotik vasitələrdən istifadə edəcək. Son olaraq bir konkret rəqəmi deyək ki, qoy tamaşaçılarımın da diqqətinə çatdınız. Siqaret çəkən insanların ömrü nə qədərdir? Mən deyərdim, orta statistik ömür göstəricisindən hardasa bir 10-20 il. Aydındır. Artıq müzakirəmizin sonuna gəlib çatdıq. Təşəkkür edirəm və tamaşaçılarımız da müzakirəmizdə bizimlə həmfikir oldular və bir daha diqqətinizə çatdırım ki, bugün ictimai yerlərdə siqaret çəkilməlidirmi mövzusundan söz açdıq. Doğrudan da hazırda dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da tütünlə mübarizə ciddi şəkildə aparılır. Belə ki, kütləvi informasiya vasitələrində, radio və televiziyalarda tütün əleyhinə müxtəlif təbliğat kampaniyaları aparılır. Dünya təcrübəsi də bugün göstərir ki, tütün məmulatlarının qiymətlərinin və vergilərinin artırılması siqaret çəkməyə qarşı kompleks mübarizə siyasətinin ən effektiv komponentlərindən biridir. Siqaret çəkmənin məhdudlaşdırılması haqqında qanun layihəsi Milli Məclisin gündəliyində duran bugün məsələlər sırasındadır. Dövlət səviyyəsində bu problemin aradan qaldırılması yolunda müəyyən addımlar hələ də atılmaqdadır. Əslində bu haqda müəyyən qaydalar olsa da əfsuslar olsun ki, bu qaydalara siqaret çəkən vətəndaşlarımız riayət etmir. Belə ki, hazırki qanunvericiliyimizə əsasən siqaretin təhsil, idman, səhiyyə və mədəniyyət müəssisələrində çəkilməsi və satışı qadağandır. Lakin bütün tədbirlərlə yanaşı, ictimaiyyət də bu ciddi problemə biganə qalmamalı, hər bir şəxs bu yolda təbliğat aparmalıdır. İctimai yerlərdə siqaret çəkənlərin qarşısını almağa şəxsən özümüz çalışmalıyıq. Unutmamalıyıq ki, ictimai yerlərdə özümüz də bilmədən qəbul etdiyimiz zəhərli tüstülər gələcək həyatımızda bizə problemlər yaradacaq. Biz də inanırıq ki, Respublikamızda aparılan təbliğatlar və tətbiq olunan qadağalar sayəsində siqaretə alidə olanlar bu pis vərdişdən yaxa qutaracaqlar. Bəli, hamılıqla çalışmalıyıq ki, həyatda ən böyük var-dövlət olan can sağlığımızı tütünə qurban verməyək. Allahın bizə bəxş etdiyi əmanəti göz bəbəyi kimi qoruyaq. Qoruyaq ki, bizdən sonra gələn nəsillərimiz sağlam olsunlar. Sağ olun, gecəniz xeyirə qalsın. Sağ olun, çox sağ olun.